Sizcə bu izdihamın səbəbi nədir belə? Çünki Türkiyənin məşhur restoran şəbəkəsi Casa de Ros artıq Bakıdadır, Viva Ticarət Mərkəzində. Ötən gün çox möhtəşəm açılışlar oldu. Həqiqətən hər şeyi çox əla düşünmüşdülər. Buranın əsas konsepti uşaqlar üçün çox böyük bir əyləncə zonasının olmasıdır. Bildiyiniz bura uşaqlar üçün oyun cənnətidir. Hətta belə şəkər pambıq da satırlar. Həm restoran, həm də əyləncə zonası olduğu üçün ailələr üçün ideal seçimdir. Əyləncə zonasında yox sözü yoxdur. Hətta qumda oynamaq üçün belə bir hissə də var. Əlavə olaraq siz restoranda oturub kameradan uşaq zonasını da izləyə bilərsiniz. Qiymətləri də çox münasibdir. Həmçinin sərpmə kahvaltı sifariş etdikdə əyləncə zonası 1 saat ödənişsizdir. Məncə bura uşaqlı ailələr üçün lap tapıntı oldu. Menyuları da çox genişdir. Şeflərini də tanıyıram deyə burada ürək rahatlığı ilə yemək yeyə bilirəm. Hər biri dadlıydı. Onu da qeyd edim ki, burada ad günü, xına və digər bütün xoş günlərinizi qeyd edə bilərsiniz. Casa de Ros Həzi Aslanovda Viva Ticarət Mərkəzində yerləşir.